Amerika Birləşmiş Ştatları İbrahim sazişinə daha bir neçə ölkəni cəlb etmək niyyətindədir. İndi də gündəmdə Mərkəzi Asiya dövlətləridir. Prezident Donald Trump düşünür ki, bu razılaşma dünyada sülhün bərqərar olunmasına şərait yaradır. Həmçinin bu, iqtisadi əlaqələrin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Mən optimistəm ki, hər bir ölkə əldə etdiyimiz razılaşmanın yaratdığı fürsəti qəbul eləyərsə, sülhün faydalarını görəcək. Bizim haqqında danışdığımız və burada təmsil olunan bəzi ölkələr İbrahim razılaşmalarına qoşulacaq. Bu saziş hazırda çox arzu olunandır. Yaxın vaxtlarda bu razılaşmalara qoşulacaq vacib ölkələrə elan edəcəyik. İbrahim sazişi bu il 5-ci ilini qeyd edir. 2020-ci ildə sentyabrın 15-də Vaşinqtonda Bəhreyn, İsrail, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirlikləri arasında razılaşma imzalandı. Bu ittifaq Ərəb ölkələri ilə İsrail arasında əlaqələrin normallaşdırılmasına hesablanıb. Sonradan Mərakeş və Sudan da bura qoşulub. Tərəflər almaz ticarəti, müdafiə və süni intellekt sahəsində əməkdaşlıq qurdular. Bir sıra investisiyalar yatırıldı. Bundan başqa əlverişli elektrik enerjisi, kənd təsərrüfatı, təmiz suya tələbat ödənildi. Məlumata görə, İsrailin 2020-ci ildə münasibətlərini normallaşdırdığı ölkələrə müdafiə ixracının dəyəri 791 milyon dollara çatıb. Hətta tərəflər İbrahim fondunu yaratdılar. Sözü gedən fond əməkdaşlıq çərçivəsində nəzərdə tutulan sahələrə yatırım olunmasını təmin edir. İddialara görə, Ağ Evin bölgədə İranın mövqeyini zəiflətmək üçün bu bloku yaratdığı bildirilir. Diqqət çəkən məqam isə Qəzzadakı savaşın tərəflər arasında əlaqəni zəiflətməməsidir. Elə Qazaxıstan da İbrahim sazişinə yeni qoşulanlardandır. Lakin hələ rəsmi imzalanma mərasimi baş tutmayıb. Qeyd edək ki, Astananın Təl-Əvivlə 1992-ci ildən diplomatik əlaqələri mövcuddur. Xarici nəşrlər yazır ki, dünyada artıq Pan-İbrahim bloku yaradılır. Dini, tarixi simvolizmə əsaslanan bu layihə ərəb və müsəlmanların çoxluq təşkil etdiyi xalqlar üçün federativ çərçivə yarada bilər. Bundan başqa, Mərkəzi Asiya nadir torpaq minerallarına malikdir. Nüvə enerjisi istehsalı üçün vacib olan dünya uranının təxminən yarısını istehsal edir. Analizlər onu göstərir ki, bu, Ağ Evin diqqətinin məhz həmin bölgəyə yönəldilməsinə gətirib çıxarıb. Lakin regionun resurslarının daha da inkişafı üçün investisiyaya ehtiyacı var. Elə bu səbəbdən də Vaşinqton və Astana kritik minerallar sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzaladı. Qazaxıstan isə sadəcə prosesin başlanğıc nöqtəsi olduğu bildirilir. Astana Donald Trumpın rəğbətini qazanmağa çalışır. Bu, Qazaxıstanın Amerika Birləşmiş Ştatları ilə yeni iqtisadi əlaqələr qurmaq niyyətində olmasının göstəricisidir. Yerli medianın məlumatına görə, Astana artıq qərbə də inteqrasiya olmaq istəyir. Turistik yollar ve tüm bu küresel teknolojik ve üretim zincirine katılmak. Çin ve Rusya'nın önünde kendi bağımsızlığımızı güçlendirmek istiyoruz. Bu adım Orta Asya'nın önemini daha da arttıracaktır. Kazakistan'ın jeopolitik önemini daha da arttıracaktır ve dünyaya Kazakistan'ın açılması demektir. Kazakistan'ın Rusya'nın gölgesinden çıkması demektir. Amerika Birləşmiş Ştatları və İsrailin İbrahim sazişinə qoşmaq istədiyi ölkələr arasında Azərbaycanla Özbəkistan da yer alıb. İddialara görə Amerika yəhudiləri Bakının bu razılaşmada iştirak etməsində israrlıdırlar. Atlantik Council yazır ki, zəngin qaz, neft və uran yataqları sözü gedən ölkələrə diqqət artırır. Bura həm də Zəngəzur dəhlizinin əhəmiyyəti də daxildir. Tranzit yollarının Azərbaycanda keçməsi iqtisadi əməkdaşlığı dərinləşdirir. Həmçinin Bakının Təl-Əvivlə sıx əlaqələrinin olması da diqqətdədir. İsrail Azərbaycanı Cənubi Qafqazda özünün mühüm strateji müttəfiqi hesab edir. Analitiklərin fikrincə, Azərbaycanın sazişə qoşulması onun körpü rolunu daha da artıracaq. Çünki Bakı regiondakı digər ölkələrin İsraillə əlaqələrinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın məhz bu sazişə qoşulması Azərbaycan üçün həm strateji tərəfdən, həm bölgədə təhlükəsizliyin təmin olunması, regional münasibətlər, diplomatik münasibətlərin daha da genişlənməsi və iqtisadi əməkdaşlığın yüksək həddə çatdırılması da gündəm mövzusu ola bilər. Gələcəkdə bu sazişə Azərbaycanın qoşulması həm də bir daha ərəb dövlətləri və İsrail arasındakı münasibətlərdə, xüsusilə də Türkiyə ilə bilirsiniz ki, artıq yaxın zamanlarda münasibətlər yavaş-yavaş normallaşmağa başlayır. Bu məsələdə əsas dividend götürən Azərbaycanın olması həm də ona görə lazımdır ki, bu ölkələr arasında münasibətlər daha da normal vəziyyətə gəlib çıxsın. Xarici nəşrlər yazır ki, Ağ Ev bu yolla bəzi dövlətlərin İsraillə əlaqələrini normallaşdırır. Amerika Birləşmiş Ştatlarının bir daşla iki quş vurmaq
qurmağa çalışdığı bildirilir. Trampın bu qərarının dünyaya İbrahim sazişini xatırlatmaq və Çinə meydan oxumaq məqsədli olduğu deyilir. Çünki Mərkəzi Asiyanın mineral ixracı uzun müddətdir ki, Pekin və Moskvaya yönəlib. Məlumata görə Astana 2023-cü ildə Çinə 3,7 milyard dollar və Rusiyaya 1,8 milyard dollar dəyərində minerallar göndərib. Analitiklərin fikrincə, Qazaxıstanın bu addımı müsbət hesab oluna bilər. Bunu regionda sülhün qorunması adına strateji həmlə saymaq mümkündür.